Salam qızlar, bildiyiniz kimi saçımı boyatmışdım və üstünə də air glop almışdım. Və bugün də istədim sizinlə birlikdə yoxlayam. Sözün açığı mən bir dəfə istifadə eləmişəm. Vaxtım olmayıb deyə çox da ətraflı istifadə eləyə bilməmişəm. Ona görə də gəlin birlikdə başlayaq. Bu arada saç quluğu məhsullarımı da almışam, vloqa yerləşdirmişəm. Deməli, Alin, mən bunu çox bəyənirəm. Bitənlər videomda da danışmış. Çalışıram ki, bu hissələrə gətirməyim, çünki saçın dibini yağlandıra bilər. Qızlar, ilk olaraq bu başlıqdan istifadə edəcəm. Görüm necədir. 70'ə qoydum. Qızlar, məncə çox möhtəşəm bir məhsuldur. Çünki siz təsəvvür edin ki, çirmisiniz, çıxmısınız, 5-10 dəqiqə bütün saçınızı normal səliqəyə sala bilirsiniz. Ütü düzlüyü yaratmır, yəni istəyir ütü düzlüyü. Amma belə möhtəşəm şəkildə səliqəli görsənir saç. Sonra buruq üçün olan başlıqlardan istifadə edəcəm. Bu arada bunu aşağıya eləyirsiniz. Bunu salırsınız, fırladırsınız. İşte. Sonra dərəcələrinə gəldikdə isə gördüyünüz kimi buradan yandırıb söndürürsünüz. Burada dərəcəni qoşa bilirsiniz. Dərəcəni ayarlaya bilirsiniz. 39, 50, 70 və 90 dərəcədir. Burada da nə qədər hava axını istəyirsiniz, onu tənzimləyirsiniz. Gəlin başlayaq. Buruqları hələ də normal edə bilmirəm, çünki 10 dəqiqə falan vaxt verməyə çalışıram, amma bu da düzgün deyil. Mən düşünürəm ki, yarım saat falan vaxt sərf eləyib çox daha gözəl buruqlar yaratmaq olar. Amma bu əlbəttə ki, düzləşdirmək üçün keçərli deyil, 5-10 dəqiqə etmək olar. Sonra nə deyəcəkdim? Əlbəttə ki, tövsiyə elədiyim bir məhsul olacaq, amma biraz keç. Qızlar, mən bu qədər ancaq yarada bildim. Sözün açığı, bu buranı hələ də başa düşə bilməmişəm. Yəni, çox qəşəng buranlar var, internetdə də baxmışam, amma mən bura bilmirəm. Nəsə deyil, bir tuta bilmirəm. Bilən varsa yazsın. Allahınıza, kitabınıza ya. Yapamıyorum. Ay, yox. Heç bu düz saxlamışdım da, yəni bu çirkinlik niyə? Bir də ortadan ayırıq, görək necə olur. Nəysə qızlar, sağ olun.